Məndən soruşanda ki, sən öz evinə nə istifadə edərdin dama? Yalnız şınqız dam örtüyü. Baxsanız, məsələn 10 dənə dəmir dam varsa, onun içində bir dənə şınqızdan olan ev varsa, görün onun estetiki o 10 dənə evin içindən necə seçilir. O zamanlar mən texnikolda çalışanda yeganə standarta gəldilər ki, dam örtüyü yalnız bitum əsaslı materiallardan olmalıdır. Bu uzun ömürlük, çürüməməsi, deşilməməsi, suya, istiyə, hamısına davamlılığı ancaq şınqız göstərə bilir. Bakı küləklər şəhəridir də. Bizdə külək olan bir yerdə məncə dəmir damlardan ümumiyyətlə istifadə etmək olmaz. Külək onu daim o listləri oynadır. O kripaj hissələri yerindən boşalır və oradan başlayır su damlaları. Dəmir damlar varsa, onların yanında böyük elektrik naqillər keçirsə, bu elektromaqnit dalğalar yaradır. Bu da bir xəstəlik fasadlarıdır. Əsas da odur ki, heç bir dam örtüyünə sizə ömürlük zəmanət heç kəs verə bilməz. Yeganə Texnonikol şirkəti şınqız materialına ömürlük zəmanət verir. Və onu da qeyd eləmək istəyirəm ki, bu ay ərzində kim bizdən şınqız alsa, xüsusi endirimlərimiz var. Tələsin.